Hörmətli xanım sədr, hörmətli həmkarlar, 25 sentyabr tarixində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin BMT Baş Məclisinin yubiley 80-ci sesiyasında strateji əhəmiyyətli çıxışının bəzi məqamları ilə bağlı fikirlərimi sizinlə bölüşmək istəyirəm. Əvvəla Cənab Prezident özünün də qeyd elədiyi kimi, əvvəllər də bu ali kürsüdən çıxışlar edib, bəli, 2004-cü ildə, 2010-cu ildə, 2017-ci ildə dövlətimizin başçısı BMT-nin bu ali kürsüsündən mövqeyini ifadə edeyim. Amma bu dəfə özü də vurğuladı ki, sülh prosesindən, tarixi zəfərə gedən yoldan, yeni reallıqlardan bəhs edəcək, daha işğalla bağlı söhbətlərimiz, Ermənistan-Azərbaycanın təcavüzlə bağlı söhbətlərimiz o sesiyalarda əsas çıxışımın mahiyyətini təşkil edirdi. İndi isə sülh gündəliyi ilə bağlı fikirlərimi paylaşmaq istəyirəm və həqiqətən də Vaşinqtonda Cənab Prezidentin əldə etdiyi tarixi razılaşmalar və tarixi nailiyyətdə New Yorkda beynəlxalq ictimaiyyətin nəzərinə çatdırıldı. Beynəlxalq ictimaiyyət də bildi ki, Azərbaycan müharibəni udub, indi isə sülhü qazanmaq prosesini həyata keçirir. Və eyni məntiqlə də dövlətimizin başçısı vurğuladı ki, biz tarixi zəfərə imza atmışıq və təbii ki, bu cəhət, bu fikirlər geniş ictimaiyyət üçün, dünya liderləri, dövlət başçıları, baş nazirlər üçün çox əhəmiyyətlidir ki, Azərbaycan mövqeyini bilsinlər ki, bax, sülhdən danışırıq, onun baza prinsiplərinin, 5 baza prinsipinin müəllifi bizik, Azərbaycandır. İndi bütün ölkələr Azərbaycanı təbrik edirlər ki, tarixi razılaşmalar əldə etmişsiniz. O razılaşmaların sülh müqaviləsinin mətnini də biz formalaşdırmışıq, biz imza atmışıq. Eyni zamanda məlum oldu ki, Azərbaycan dövlət başçısının qətiyyətli mövqeyi ilə beynəlxalq ictimaiyyət və onun təsiri altında Ermənistan tərəfi də razılaşmaq məcburiyyətindədir. Cənab Prezident vurğulayırdı ki, ATƏT-in Minsk qrupu ləğv olunmalıdır və artıq sentyabr ayının birindən bu qrup yoxdur. Ermənistan da bizim bu təhlilimizlə razılaşdı. İndi Cənab Prezident söyləyir ki, sülh müqaviləsi imzalaya bilməmişik, onu paraflamışıq. Niyə? Çünki Ermənistan hələ də ərazi iddialarından bizə qarşı imtina etməyib. Yeri gəlmişkən, Ermənistan baş naziri Nikol Paşinyan Cənab Prezidentdən sonraki gündə bu ali kürsüdən çıxışında BMT-də vurğuladı ki, 2026-cı ildə iyun ayında ölkələrində parlament seçkiləridir. Bunun ardınca isə referendum keçirib yeni konstitusiya qəbul edəcəklər. Yəni, Cənab Prezidentin bax, bu qoyduğu məsələdə, bu prinsipal mövqeyində Ermənistan qəbul etmək məcburiyyətindədir.